Deməli, burada biri 1, biri 4'dür. Birinə A yazıram, birinə 4A yazıram. A qram X faizli, 4A qram Y faizli. Buradan 26 bərabərdir. AX üstə gəl 4A. Y aşağıda kütlələrin cəmi 5A. Buradan 130A bərabərdir. A çıxır mötədə xaricinə X plus 4Y. A'lar gedir. 130 bərabərdir. X plus 4Y. İndi burada yazıb ki, X və Y faizlərin hər birindən 100 qram götürək. Yəni 100 qram X faizli, 100 qram Y faizli. Bunun üzərinə də 50 qram su əlavə edirəm. Təbii ki, 100 vur X bölü 100 burada həll olunan X-dır. 100 vur Y bölü 100 burada həll olunan Y qramdır. Aşağıda məhlulları yazıram. Suyu da aşağı əlavə edirəm. Bərabərdir 16 faizə 0'dan %16 yazıram. X plus Y belə yazaq da X plus Y bərabərdir 0'dan %16'nı vururam. 250, bu da 40 eləyir. Tərəf-tərəfə çıxıram. 130'dan deməli 40 çıxanda eləyir deməli 130 çıx 40, 90 bərabərdir. X-lar gedir. Bu da eləyir 3Y, Y də buradan 30'a bərabərdir. Bizdən də Y soruşur. Biz burada məsəl üçün gətirib burada yerinə yazsaq 40 bərabərdir X plus Y. 40 da bərabərdir X plus 30. X də bərabərdir 10. Yəni Y buradan 30'a bərabər olacaqdır.